Laboratoriyada məhsulun təhlükəsizliyi tam yoxlanılır. Pestisid, mikroorqanizm və digər risklər burada aşkar olunur. Bu mərhələ istehlakçı üçün ən vacibdir. Laborator analizlərdən aldığımız müsbət nəticələr sayəsində bir məhsulun sağlam və keyfiyyətli olduğuna əmin oluruq. Bölməyə daxil olan nümunələr ilkin olaraq homogenizasiya mərhələsindən keçirilməklə tam homogenləşdirilir. Təmizlənməsi ehtiyacı olan maddələrdən təmizlənərək yekunda cihaza təqdim olunur və cihazda nümunə tərkibində olan pestisid qalıqlarının miqdarı tamamilə təyin oluna bilir. Bitkilərin və torpaq mikroorqanizmlərinin bakterial, virusoloji və göbələk xəstəliklərinin təyin olunması üçün müvafiq otaqda molekulyar bioloji üsullarla müayinələr həyata keçirilir. Nümunədə xəstəlik müşahidə olunan hissənin sərhədindən nümunə götürülərək turşuların ayrılması həyata keçirilir. Nümunə cihaza təqdim olunaraq molekulyar bioloji metodlarla həmin nümunənin tərkibindəki virus, göbələk və bakteriya xəstəliyinin olub-olmaması müəyyən olunur. Analiz nəticələri mütəxəssislər tərəfindən avtomatlaşdırılmış qida təhlükəsizliyi informasiya sisteminə daxil olunaraq müvafiq regional bölmələrə göndərilir. Regional bölmələrdən artıq növbəti mərhələdə sahibkarlara həmin analiz nəticələri təqdim olunur. Bununla da laboratoriyanın fəaliyyəti ətraf mühitin və insan sağlamlığının təmin olunmasına töhfə vermiş olur.